Rəsulla Xədicəni birləşdirən nədir? Eşitməmişəm onları. Söz birləşməsi. Tanımırsın onları? Mal dili ilə yox. Rəsul ilə Xədicəni bilmirəm. Yəqin ki. Bilmirəm. Честно говоря, что-то в литературе есть. Düzünü desem точно не помню. Я Знаете? тут, А да, я нет, знаю, что-то понимаю. есть в литературе, я тоже знаю, но К сожалению. Cavab verə bilməyəcəm. Не знаю. Я просто не здесь учился, поэтому не знаю все это дело. То же самое. Mentalitet. Rəsulla Xədicəni mənə elə gəlir məhəbbət birləşdirər də. Nə birləşdirir? Məhəbbət birləşdirir. Aynen öyle. Ne demiyorlar heç də? Sevgi. Onlar kimdilər? Onlar kimdilər? Onu bilmirəm. Rəsul və Xədicə. Tamam, yəqin ki. Özləri bilər. Özləri, bu nə deyir ondan? По-моему, dini sualdır. Yəqin Sevgi birləşdirə bilər. Dinlə bağlıdır valla. Belə adların bilirik dinlə bağlıdır, amma belə bilmirik nə birləşdirir. Nə bilim qarışdırma. Dini sualdır yəqin bu. Həm sevgi, məhəbbət nə oldu? Həm? Azərbaycanlı olması. Onlar kimdilər? Tanımıram deyə. Rəsulla Xədicə baxır kimdilər? Sizə kimdilər? Porno aktyor. Hədicə yazıq birləşəcək heç vəziyyəti yoxdur, amma yəqin ki azadlıq. Rəsul Xədicənin həbsdə olması. Rəsul Cəfərovla Xədicə İsmaili birləşdirən çox dəyər ola bilər, çox yön ola bilər, cəhət ola bilər, amma məncə fərqli platformalardadırlar. Yəni Xədicə İsmail jurnalist, araşdırmaçı jurnalistdir. Rəsul isə belə təşkilati məsələlərlə məşğul olan bir QHT-nin başındaydı. Amma ümumi birləşdirən cəhət o ola bilər ki, ikisi də insan haqları və hüquqları ilə bağlı xeyli işlər görüblər. İkisi də belə deyək, eyni fikrə, eyni ideologiya belə deyək də mənsub insanlardır və eyni mübarizənin davamçılarıdır məncə. Məncə bunlar birləşdirə bilər. Amma ümumilikdə, yəni nə qədər yaxın çevrədən olsalar da, nə qədər belə deyək də eyni platformada işlər görsələr də, məncə dediyim kimi də, yəni Xədicənin gördüyü işlərin təsiri tamam başqadır. Rəsulun gördüyü işlərin yönü, istiqaməti başqadır məncə.